Göyçayda şəhid Məhərrəmov Elnur Nərbalaoğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Məhərrəmov Elnur Nərbalaoğlu 18 may 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olub. Göyçay rayonu Şəkər kənd tam orta məktəbini bitirib. Azərbaycan ordusunun əskəri olan Elnur Məhərrəmov 2022-ci il sentyabrın 12-sində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı döyüşlərdə iştirak edib. 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhid olub. Yaşasaydı bu gün onun 24 yaşı tamam olacaqdı. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Məhərrəmov, Azərbaycan Prezidenti İlham Əliyevin 5-i 11-ci ay 2022-ci il tarixli sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Məhərrəmov Vətən uğrunda medalı ilə təltif edilib. Allah rəhmət eləsin.